Siyasətin izahlı lüğəti efirdədir. Efiopiya son illər default elan edilən 3-cü Afrika ölkəsi oldu. Ölkə nə zaman default elan edilir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Default bir ölkənin öz maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi vəziyyəti ifadə edir. Başqa sözlə, bir dövlət borc öhdəliklərini ödəmək iqtidarında olmadıqda və ya ödənişi təxirə saldıqda default elan edilir. Bu həm daxili borclara, yəni dövlətin öz vətəndaşlarına və müəssisələrinə borcun nəzərdə tutulur, həm də xarici borclara aid edilə bilər. Default adətən iqtisadi böhran, dövlət gəlirlərinin azalması, valyuta ehtiyatlarının tükənməsi və ya dövlət xərclərinin gəlirləri üstələməsi səbəbindən baş verir. Default hallarının yaranmasına bir neçə amil səbəb ola bilər. Birincisi, ölkənin gəlirləri, xüsusilə vergi yığımları, borcların qaytarılması üçün kifayət qədər olmadıqda default riski artır. İkincisi, xarici borcların ödənilməsi üçün tələb olunan xarici valyutanın çatışmazlığı da defaultun baş verməsinə səbəb ola bilər. Üçüncüsü, siyasi qeyri-stabillik və hökumətin yanlış iqtisadi siyasəti ölkənin maliyyə vəziyyətini pisləşdirə bilər. Default elan edilməsi ölkə iqtisadiyyatına, ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur. Xarici investorlar ölkəyə olan etibarını itirir. Nəticədə xarici investisiyalar azalır. Həmçinin default elan edən ölkənin beynəlxalq maliyyə bazarlarından borc almaq imkanları məhdudlaşır və yeni kreditlər üçün daha yüksək faiz dərəcələri tələb olunur. Eyni zamanda milli valyutanın dəyəri də kəskin şəkildə düşə bilər və bu da inflyasiyanı sürətləndirər.